Salam əziz dördüncülər, hörmətli kanal izləyiciləri və dəyərli valideynlər. Sinar yayımlarının 4-cü siniflər üçün yarpaq test vəsaitindən izahlarımız davam edir. Mövzumuz test 75-də zaman. Tapşırıq 1-də yazır ki, aşağıdakı saatlardan hansı verilən vaxtı göstərir? 5-ə işləyib 21 dəqiqə, yəni saat 4 21 və yaxud da ki 4-də gündüz saat 16:21 olmuş olacaq. 4:21 yoxdur, amma 04:21 yoxsa 16:21 D variantında verilib. Ümumiyyətlə, yəni gündüz saat 4, bunu rəqəmsal saata çevirmiş olsaq, əqrəbli saatı üzərinə 12 gəlmiş olaraq. Bunu yaddansa məsələn 4:21 üstünə 12 gəlsə 16:21 etmiş olacaq. 2-yə baxırıq. Yazır ki, 27 dəqiqə 37 saniyənin neçə saniyə olduğunu hansı ifadə ilə tapa bilərik? 27 dəqiqə 37 saniyə. Birinciyə baxırıq. 27 vurulsun 60, yəni neçə saniyə olduğunu tapmalıyıq. 27-dən 60 dəqiqə var. Bir də üstəgəl 37. Elə birincisində verilmişdir. 27-dən 60 saniyədir. 27 dəqiqənin içində. Bir dənə də 37 saniyə üstünə gəlsək tamamlanmış olacaq. 33-dən 3-ə baxırıq. Əli səhər saatlarında saata baxıb bacısına saatın neçə olduğunu dedi. Nöqtələrin yerinə uyğun gələn vaxtı tap. Burada baxırıq ki, səhər saatlarında 09 olacaq, 13 belə olmalıdır. 09:13-də B variantında verilmişdir. 4-ə baxırıq. Yazır ki, hansı müqayisə səhvdir? 1 saat 10 dəqiqə, 1 saat 10 dəqiqə böyükdür 4000 saniyədən. 1 saat 10 dəqiqə. Bilirik ki, 1 saatımız 3600-dür. 10 dəqiqədə 670 oldu və 600 saniyədir. Bunları da toplasaq 4200 saniyə etmiş olur ki, bu doğrudur. 92 dəqiqə 91 saniyə, 1 saat 33 dəqiqə 31 saniyə etmiş olur, bərabərdir. 1 saat 33 dəqiqə 31 saniyə deyir. 33 yox 32 91 saniyənin içində bilirik ki, 1 dəqiqə, bir də 31 saniyə var. Burada 92 dəqiqənin içində 1 saat 32 dəqiqə var. O da 1 dəqiqə 33 dəqiqə. Yerdə qalan 31 saniyədə yazıb. Bu da doğrudur. 8364 saniyə kiçikdir deyir. 2 saat 19 dəqiqə 25 saniyədən. 2 saat bilirik ki, 7200 saniyədir. 19 dəqiqədə 5 eləyəcək. 19 dəqiqədə deməli 540, o da 600. 1140. Bunlar hamısı yazaq da 7200. Bu da oldu 1140 olmuş oldu. 19 dəqiqə. Bu da 25 saniyə. Hamısını toplasaq eləyəcək 65. Burada 3. Burada da 8365. 8365 8364-dən böyükdür. Bu da doğrudur. Yəni cavabımız D variantı olacaq, amma baxaq görək doğrudanmı? 84 dəqiqə 69 saniyə 1 saat 24 dəqiqə 9 saniyə bərabərdir. 84-ü vurmuş olaraq 60-a. 84-ü 6-ya vurmuş olsaq eləyəcək 504 etmiş olur. Yazaq bura 504. Arxasında bir dənə 0 yazmış olduq. 5040. Üstünə də 69 gəlmiş olsaq, toplayırıq bunları. 9. Burada 0. Burada 1. Burada da 5109 etmiş oldu. İndi burada 1 saat 24 dəqiqə. 1 saatımız 3600. 20 dəqiqə eləyəcək 1200. 1200, 1440, 1440. Üstünə də 9 gəlmiş olsaq. Burada 9, burada 4, burada 0, burada 4049, 5049 var. 5049 etmiş oldu. Əlbəttə ki, bərabər yazıb, bərabər deyil, doğru cavab D variantında verilmişdir.
5-ə baxırıq. 5-də görək nə yazır. 5-də yazır ki, uyğunluğu müəyyən edin. 5 dəqiqə 17 saniyə. 5 dəqiqə eləyəcək 317. 317 də bax bura gəldi, çatdı. 1 saat 10 saniyə. 1 saat 3600. 3610. Bu da gəldi bura. 2 saat 6 dəqiqə. 126 dəqiqə. Bu da getdi bura. Bir gün 7 saat. Bir gün 7 saatda bura 31 saat etmiş olacaq. 24 o da 7, 31. İndi hansı variant olduğuna baxmış olsaq, görürük ki, C variantında verilmişdir. Növbəti 6-cı suala baxırıq. Yazır ki, bir gün 12-də 5 hissəsi neçə saniyədir? Bir gün birinci saatla bunu hesablamış olsaq, 12-də 5-i etmiş olacaq 10 saat. Və 1 saat 3600 olduğuna görə vursaq 3600-ə 36000 etmiş olacaq ki, doğru cavab da C variantı. 7-yə baxırıq. Yazır ki, İstanbulda saat 20:00 olduqda Bakıda saat 21:00 olur. Yəni 1 saat irəlidəyik biz. Bu halda İstanbuldan 21:00-da havaya qalxan təyyarə 3 saat 15 dəqiqə sonra Bakıya çatarsa, yerli vaxtla saat neçədə Bakıda olacaq? İstanbul vaxtına 21:00-da qalxıb 24:15. 24:15 yəni 00:15 etmiş olur. Bunu da üzərinə 1 saatda gəlmiş olsaq, biz 1 saat irəlidəyik. Olacaq 1:15. 01:15. 01:15 də A variantında verilmişdir. 8-ə baxırıq. Yazı aşağıdakı cədvəldə 3 qardaşın dərs öyrənməyə sərf etdikləri vaxt göstərmişdir. Hansı müqayisə doğrudur? Deməli, Anar 14:40-dan 18:25-ə kimi işləmişdir. Bu da 14:40-dan 18:40-a qədər olsaydı eləyəcəkdir 4 saat. 4 saatdan 15 dəqiqə azdır. 3 saat 45 dəqiqə. 3:45 yazmış olaq bura. 2 saat 50 dəqiqə. Bu 2 saat 50 dəqiqədir. Zaten bunu veririk. Bu da 95. Bu da 2 saat. 3 saat eləyəcək 15 dəqiqə. 3 saat 15 dəqiqə. İndi bizə lazımdır ki, ən çox 3 saat 45 dəqiqə Anardır. Bunu bir nömrə ilə göstərib. 1 ən böyükdür. Ondan sonra 3 gəlir. 1, 3, 1, 3 və sonra da 2 gəlmiş olur ki, doğru cavab D variantı. 9-a baxırıq. Şəkildən 09:30-da yola çıxan avtobus 5 saat yarıma Bakıya çatdı. Avtobus Bakıya saat neçədə çatdı? 5 saatdan sonra 14:30, o da 30 da gəlsək 15:00. Doğru cavab B variantında verilib. Yazır ki, Murad otağının havasını dəyişmək üçün gün ərzində hər 3 saatdan bir olmaqla 4 dəfə pəncərəni açır. O birinci dəfə pəncərəni saat 08:30-da açmışdırsa, sonuncu dəfə nə vaxt açmışdır? Deməli, hər 3 saatdan bir olmaqla 4 dəfə pəncərəni açır. O birinci dəfə 08:30-da. Deməli, birincisini açdı, bundan sonra qalacaq 3 dəfəsi qalacaq. Və 3 dəfə də 3-ün hər 3 saatdan bir açır. 3 dəfə 3-ün də eləyəcək 9. Deməli, sonuncu dəfə açanda 9 saat, birinci dəfədən 9 saat keçəcək. Bu deyəcək 17:30, yəni 08:30-un üstünə 9 gəlsək, 8 saatın üstünə 9 saat gələndə 17:30 etmiş olacaq. Doğru cavab C variantı. Növbəti 11-ci suala baxırıq. Yazır ki, indi saat 17:02-dirsə, 4 saat 15 dəqiqə əvvəl saat neçədir? Neçə idi? 17, 4 saat əvvələ getmiş olsaq, eləyəcək 13:02. 13:02-dən də çıxmış olsaq, 15-i eləyəcək 12:47 etmiş olur. Doğru cavab da B variantında verilmişdir. 12-yə baxırıq. Yazır ki, yarış saat 14:00-da başlayacaq. Göstərilən vaxta evdən çıxıb 47 dəqiqə yarış meydanına çatdım. Yarışın başlamasına nə qədər vaxt qalıb? Göstərilən saata baxırıq ki, neçədir? 12:40-dır. 12:40
üstünə də 47 dəqiqə gəlmiş olsaq, deməli burada 40 ilə 47 87, 60 çıxsa qalacaq 27, o da 1 13 27. 13 27-yə gedib ora çatıb, buradan da 14:00-da yarış başlayacaq. 14:00-dan 13 27-ni çıxmış oluruq. Deməli 00-dan dəqiqəsi yoxdur deyə buradan birini verərik, 13 qalacaq. 1 saatdan 27 dəqiqə çıxanda qalacaq 33. Deməli 33 dəqiqədən sonra başlayacaq ki, doğru cavab da C variantında var. 13-ə baxırıq. Yazır ki, boş xanaya neçə yazılsa müqayisə doğru olar. Boş xanaya yazıb bir gün böyükdür. Neçə gün böyükdür? 135 saatdan. Əlbəttə bir gün 1-2 24 saatdır. Əgər məsələn 3 gün olsa, 4 gün olsa, bu 95 gün olsa 120. Bu da 135-i belə deyək də, 135-i ən gözəli bölürsüz 24-ə. Burada 5 qalıq qalacaq, 15 qalmış olur. Qalıq da artıq qalıq qalırsa, deməli mən növbəti bir gündə əlavə etməliyəm ki, 6 gün olmalıdır. Burada 6 yazım. Burada 6 yazılmış ki, nə yaz, hansı aşağıdakılardan hansını yazsaq. Bu da eləyəcək, deməli 8-də 3-üdür. 8-də 4. Bu da 2-də 1 də yazıb 6-da. Fərqi yoxdur. Baxaq görək. Bu 4 saatlar getdi bu heç. Bu məlumdur. 5 gün 4-də 1. 4-də 1 də 6 saat eləyir. Bu olmaz. Və 5 gün 6-da 4-ü də eləyəcək 16. 16. Yəni bu B-ni yaza bilərik. B variantı olmuş olacaq burada. Doğru cavabımız da B variantında verilib. 14-ə baxırıq. 6 tam 5-də 3 dəqiqə neçə saniyəyə bərabərdir? Dəqiqənin 5-də 3 hissəsi. 6 dəqiqəni bilirik. 5-də 3 bu da eləyəcək 12 36. Deməli 6-nı vurmuş olarıq 60-a. Üstünə də gələrik 60-ın 5-də 3-ünü. Bölərik 5-ə, vurarıq 3-ə. 6-nı 60-a vuranda 360. Üstə də gəlinsin 36. Bu da bərabərdir 396. Doğru cavab C variantı. Növbəti 15-ci suala baxırıq. 15-ci sualda yazır ki, hesablayın. 7 saat 15 dəqiqədən 3 saat 45 dəqiqəni çıxırıq. 15-dən 45 çıxa bilmirəm. 7-dən birini verərəm, burada 6 qalacaq. 1 saat 60 dəqiqədir. O da 15, 75. 75-dən 45 çıxaram, qalacaq 30. 6-dan da 3-ü çıxaram, qalacaq 3. 3:30. 3 saat 30 dəqiqə B variantında verilmişdir. Bu qədər. Növbəti mövzu ilə və növbəti mövzunun izahları ilə qarşınızda olarıq. Hərəkətə aid məsələlərdir. Sağ olun. Növbəti video izahda görüşmək ümidi ilə hələlik sağ olun.